Mən Kalamarte. Deyərsiniz ki, ən birinci burada. Deyərsiniz ki, nə hardan açmışam bunlar? Narahat olmayın, deyəcəm. Narahat olmayın. Deməli, War Thunder, yəni 2 dəfə girdim də, silmişdim, amma sonra təkrar yüklədim. Dedim ki, əziyyətmə yazıqdır o boyda. Neçə 21-ci level olmuşam, 2 dənə medal almışam. Dedim yazıqdır. Bu option tezdən yüklədim. Vapşım bu indirildi, nə bilim tank indirdi, nə bilim bu vapşım 3427 megabayt kimi bir şey tuttu. Yəni 3500 arası təxminən. Və War Thunder mən bilən 1 aprelə nəsə gətiribdi. Mecha Thunder Ganimet tank. Vapşım bildiyiniz bu nədir? Baxın, bu gizli şifrələr paketidir. Ya buna bir dənə gizli şifrə deyilir. 100 dənə gizli şifrə. Hardan baxa bilərsiniz? Girirsiniz ya bu tərəfə, bir dəqiqə göstərim mən yazı ilə. Ya bura girirsiniz, ya da Battle Pass-ə girirsiniz. Əgər bura girsəniz, heç burada elə dirək görsənir ki, etkinlik bileti. Ora basırsınız, bax. Və bir də şey, Battle Pass-ə basırsınız. Ondan sonra bu heç. Və Clovis heç. Sonra bura basırsınız, EP yazılan yerə. Bu. Yəni bayağı bir qızılım getdi. Yəni 1500 qızılım getdi. Və mən 1500 qızıla Arieta PCO açdım. Necə açdım deyəsiniz, prosto qırmızı qutu düşdü. Mən də Arieta PCO-nu açdım. Yəni o biri sezon Challenger 3-də var idi, amma açamamışdım da mən. Elə bir 1000 bilet yığdım, açamadım. İndi buradan vapşım bir çox xeyli yığdım, gördüm bu qiyməti görəndən sonra və bu arada Object 279 gəlib. Oyda, bunun bronunu qırmaq olmur da. Bir də başının bu arada başının altı hardan başlayım özüm də bilmirəm. Deməli bax görürsüz. Bir dəqiqə. Baxın, bax bura vurmalısınız. Ki ölsün. Belə qırmağı baxın görürsüz də yaxşı. 150 100. İndi fərqi yoxdur. APH ilə vurursunuz, LOM-la vurursunuz. Yenə də mütərribat öləcək. Mən Object-lə vurmuşam. Bir vuraq Teona ilə vuraq görək. Gördünüz ki. Bu qədər. Asan. Bu qədər. Və bu qiyməti görəndən sonra, bu qiyməti görəndən sonra başıma çıxdı da elə bil. Başımdan qaynar sular töküldü ki, ay bala, bu niyə bu qədər bahalı olsun? Yəni bunlar heç yazıqları keçdim 600 budur. Bundan da bir daha aldım 250 bu heç. Bu hər sezon, hər belə etkinlik gələndə 250. Heç bunları aldım. MK2 Matilda düşdü mənə. Bir də bu var idi məndə. Bu var idi. Sonra mənə bildiyiniz 3 ədəd tank düşdü buradan. Buradan, yəni bildiyiniz 3 ədəd tank düşdü mənə. Bir dəqiqə yalnız Zaretkaya taxım 11% var. Bir dəqiqə. 8 imiş, neyse. Və çox şeydir. Yəni əgər bəxtə də indi düşdü bu. Yəni çoxlu dəfə də yəni açsanız, yəni bunlar olacaq. Yəni skin də elə bil. Yəni kamuflaj deyim. Və mənə 120.000 2 dəfə çıxdı. Yəni o qədər. 2 dəfə çıxdı və bunun içindəki 500 dənə var bu. Görürsüz də yəni.
Görürsünüz də düşürmə şansı yəni ən altdakına baxırsınız. Bu aradasa burada olmalı. Baxın. Göstərdiyim yer. Nə elədi? Açanda da sizə hədiyyə verir 50 dənə. Option bir dənə mən bunu aldım. Özüm, yəni yığdım, aldım mən. KV1S756R bu nə adı heç bilinmir. Nemeski işarə bir də. Yəni hələ də anlamıram. Bir də tez etsəm UD deyilən bir tank gəlir. Baxaq görək neçə qırır. Niyə tıklanmır? Bir dəqiqə. Ha, tıklandı axıra. Baxaq. Nə? Bu 450 qırır. Mən səhv görürəm, yoxsa 3BM42-dir? Yox, 3BM42-ymiş. Deməli bu əksinə pisdir. Bunun raketi 700 qırır, amma yenə də yəni ola bilməz. Almağınızı heç tövsiyə belə heç yanından belə keçirtmirəm. İndi alsanız heç olmasa təzə tank, heç olmasa Gaijin rahat durmur və 4 dənə hasar verir. Yəni mən 4 dənə hasardan düşürdüm. Dedim, birinci belə oldu da. Bax, qırmızı qutu. Bax, qı yazıram, anlayın da. Hə, burada da şablon. Ş yazıram. Aha. Bax, bu da xətdir. Belə xət olur ha, düşürdüyün şeydə. Birdən gəldi o bura. Ya tam dibinə belə gəlmədi də, elə bir belə düşdü. Tez 2 dəfə bastım. Gördüm ki, gəlmədi birinci. Dedim ki, ayda, yəni şablon düşürdü, nə düşəcək ki. Yəni, birinci açardan elə bir 4 dənə almışdım açar. Yaxşı eşidim biraz məni. 4 dənə almışam deməli açar. Birincisində elə bir bax açar. İndi çəkməyə çalışacağam. Uğraşmayacağam. Hə. Məndə 4 dənə var idi. Bir dənəsini açdım. Oldu 3 dənə. Mən niyə belə üsulla hesab eləyirəm? Nə? Oldu 3 dənə option. Belə elə birincisində də ayda o şablon düşdü başa getsin. Bir də gördüm, alta baxdım, gördüm şəkil hələ yüklənir. Buy, alta baxdım, bir də gördüm Arieta PCO. Mən elə deyirəm, nə bilim. Arieta PCO olsun. Yəni gördünüz ki, düşdü. Və bir dənə də yaxşı şey var ki, bu 620 mm qırır. Həm də bir dənə nakleyka üstündə. Nakleyka desəniz hardadır, görürsünüz də yəni. İtalya nakleykası. Puma GTF. Dostlar, bunu açmağınızı tövsiyə eləmərəm. İndi raket indi oynada bilirsiniz, açar. Yəni açmağa dəyər. Çünki raketi 900 qırır. Amma indi o raketi hələ dayanarsan, hələ raketin üstünə milyard dəfə basasan, hələ raket hələ gedəcək, sənə hələ dəyməyə o vaxta qədər Pumanın heç Pumanın heç təkəri qalmaz, paleti. Bir də belə şey düşdü mənə. Bu var idi məndə. O bir sezondan məncə. Bir də belə Kobra, nə bilim, belə şey düşüb. Bir də ünvan operator düşübdü. Aydım da budur. Yəni baxın, budur. İstəyən dostluq ata bilər. Option bunlarla oynayacağım. Birini çıxartmalıyıq, o da Jack Panzer olacaq. Çünki Jack Panzer'da oynamışam. Matilda'da heç vaxt oynamamışam. Və KV1S7... Mən bunu niyə oxuyuram? KV deyim mi? KV... Yox, ya da 756R deyim buna. Elə deyim. Option oynayacağım. Girək də option. Və babama açdırdım. Düzün deyim, babama dedim ki, tıkla bura. O da
Yani bas ora. Bastım. Bak gördüm çocuğu şey düştü. Şey düştü da. Nədir? Ha, qırmızı qutu. Bir qardaşımla ona cənnət qutusu deyirik. Çünki cənnətdə aparır dizidir. Desəm. Və saat 11-ə qalıb. Yəni indi video çəkməyim normal deyil amma dedim belə şey düşübdü. Mən niyə paylaşmıram bunu sizdən? Ay bu skini ilə gəlir. Bir dənə qaqaşdalıq bunu. Mən bilmirdim bunu. Uyda, bilmirdim mən bunu. Elə bilirdim ki, tək bir dənə skin yəni gələcək. O da elə bil üstündə olan və bir dənə standart. Sən mənə belə gəlirmişsən, bir dənə get. Danışamadım. Qaqaş yaxşı vurdu ha kimin işi. Romb qoymuşam, necə vurub yana? Bilmirəm, tam rombuydu. Gəl görüm, gəl. Biri getdi. Görürəm səni. Heç nə eləyəmədi, çünki bu səviyyə botlar içində. Benzin bakana ölmüş. Bu tərəfdəki mənim çox sıxır. En azından puşka getdi ucu. Bir təxminən 15 saniyə puşka getdi. Boş-boşuna xərcdən edildi. Değil. Elden şey işine gelmez paletine de bu. Öyle. Arbete 5 ha. Bu arada arbete de düştü mənə. Yani elə baxmayın, balacadır indi şeydi. Normalde BT5'di. Bildiğiniz BT5. Yani prosto bomba takıblar. Başqa işinə. Başına 2 dənə balistik bomba qoyublar. Balistik deyəndə nədənsə gülməyim tutur mənim. VK3002 MR-dası səhv vurur. Olmasa matronuna vurub öldürə bilərəm. Demələrlə vurmalıyıq. Şunu. Niye ben ara vurmadım ha? Hadi ben düpbədiz baxın belə vurmuşam da. Görürsüz də aşağıda. Elə vurmuşam. Normalde onun maskasına değməməliydi. Təzdən. Palet getdi və motor. Böylece. Evet, sen sağ. Ay hala gezmedi bunun ya. Bununcu da oradan öyle gezmedi. Oy. Daha. Oy. Sen birden git de. 5 saat vurulan şey olmur. Angel 777. Flippant Clash 61. Ne var? Matilda 85 100 bunu direkt ve 29 tane gülle. Getdik. Matilda da o. Ne bildim arbatı. Evet, Matilda da qəribə.
Ya üstünde şeyler hoşuma geldi açıkçası. Adana kaldı böyle. Adana kaldı şeyler. O şeyler TRM'nin minmeye. Valla bir dənə tamam, 2 dənəsi tamamlandı, pardon. Və bunu heç vaxtdan elə bildim bir dənə verir. 39 dənə nəyə lazımdır? Mən bilən olmalıdır, yes. Nə yes bu? 24.000 verdilər. Amma ev yoxdur, yenə də 500.000 elədim. Gümüş. Mən necə elədim ha? Heç bilmədim, elədim özüm. Bəlkə bunu alım. T62. Bunu da ala bilərəm. İstərəvə. Hayda. Neçə 8-ci levelda 260 qırır bu. Başqa? Tam bel. Neçə qırır bu? 340. Bir dənə fiyat alım. Bu nə? Type 74C. Yəni yaxşı, bunu al. Əlim dəydi. Əlim dəydi. Yaxşı, ev yoxdur, sağlıq olsun. Onsuz da hara gedəcək, elə alma. Bir dənə bunu yüksəldim. 8. Qiymət başını itirdi uca. Ev yoxdur. Olsun, olan şeydir. Elə olub ki, mənim bir qızılım qalıb. Amma yenə də məndə max rekordu, yəni 7000, 7000-dən də çox idi, 8000 belə. Elə çoxdan idi, heç, bu qədər. Bu qədər deyəndə şöyle video bitməyib. Arbətə 5, başka bunu alım. Bir dənə şey alacağım. Ariyet pis yox. Bir dənə də nə idi? Şey açdım təzə. Bunu yox, bunu almayacağım. Verərəm o dəqiqə. Sonra bunu gəlişdirəndən sonra alacağım. Oy, parafiyya dövlətini aldım. Bir də dostlar, AFT 09'unuz varsa həmişə belə qoyun. Baxın, yəni ay, qarnım ağrıyır biraz. Duranda elə bir sıxanda da. Heç keçər gedər inşallah. Baxın, bu 3 dənə tank oynayacağımız tankdır. Birdən uca gördünüz ki, birdən nə indi? Gördünüz ki, uca AFT 09'luq yerdir. Mən elə eləyirəm həmişə. Mən AFT 09'u götürürəm və saxlayıram. Arada bir indi olmur. Arada bir yox, heç olmur. Amma yenə də özüm çıxartmışam özdə bu fikri. Yəni heç kimdən alıb zat belə eləməmişəm mənim o fikri. Nə bileyim belə. Sonra Ariyetlə PSO. Baxın görün nədə bu gözəllik. D53 çıxdı ucu. 19 dənə. Yəni amma bir dənə pis şey. Bir dənə bax. Bu nə gözəllikdir. Ay Allah, ay Allah. Bir dəqiqə. Güllələrinin qabaqda olmasıdır. Gördünüz də 3 dənəsini. Puma GTF.
VGTF. GTF deyirəm mən buna. Mən də hər yerə at taxmışam. Leopard 2 adı. Həmən də rəxmət. M1 Abram. Görmə. Heç onun motoru getdi hocam. Ondan qorxam da qabağa başlayardım. Hə de. Onsuz da 20-ci əsrdə yəni bron olmur. Ooo. Baxan ona baxsın ha. Niye? Oh, 3 tane adam var ve bildiği. İşte bomba yapma. Leopard birden aa, ne? Bildiğin sürücü qalıb ve beni öldürdü. Yani bildiğiniz odur. Arbete 5. Yani bu Challenger bu nerede? F'de oynayayım sonra söyleyeceğim. Bir daha o taraftan geldim. Ne o? Biri giddiniz. Öyle. Bu taraftan. Leopard 1-5. Bu da gitti. Oy. Oy. Ay kaçtı. Aa. Çok pis səhv elədi o. Yəni tankına mal oldu. Belə tüklərdən eklən. Çox pis səhv elədi o. O necə elədim heç bilmirəm. Kara o. Hadi o nədir bu? Arkadaşlar şara gelirsən. Belə. Yəni ki bot. Oy. Ay davranmışım. Neyse. Ben bu arada desənin neçə barmaq oynayıram? Mən 3 barmaq oynayıram. Yəni 3 barmağa üstünlük verirəm. Arieto PSO. Oradan da gitti. Oy vermə. Qabağı vermə. Başın ağzından öldürdüm. Bəlkə bu daşdan irəliyərək. Nə gərək var idi? Lüt elədi nə məni? Gələcək. Prosto gələcək. Yəni deyirəm ki o yanmışam. Mən vura bilmərsən aşağı o yanmışam. Bir də o tərəfdən gəl. Məntiqli sən bağışda. Ah düzeldi. Elə gəldi ki elə ne oldu? Lift kaldı mı? Vay da. Deseysən ben istəmirəm çünkü şey var. Ay da tişdi indi bunlar. Hiç eləyəmdir. Yazığın bekton başında şey var. Karl bir tane de öldürsem bunu. Diyan şey
Hiç olmadı. Necə öldürəcəm mən? Ayda. O hesablamaq da çətindir bu arada. Raket atmağını hesablamağı da çətindir. Elə belə yox da, vəbşə çətindir bu şey. Ay. Operation Pace. Nasıl? Diye şey eləyim. Hana. Bunu eləyim. 25 arttırım çünkü daha məntiqlidir. Bəs düzəldərəm. Araba. Bir dənə də oynayacağım. Hardasa bu turdan sonra bir dənə də oynayacağım. Ondan sonra şey kapatacağım. Və məlumat verəcəm. Sabah 5-ci gündə ən çox ona sevinirəm. Yani da araya tapesi. İlk başta ben bunu istifadə eləmək istəyirəm. Bam nədir? Necə istifadə? Özüdür ki, buna ehtiyac qalmadı. Bildiğiniz bunu belə idarə edirsiniz. Bilmirəm. Düzün bilmirəm. Onu necə idarə edirəm? Açdım ve piç çok qəşəng qoymur. Təkərdə batanda özdə. Ay da çıx da. Oy da. İndi başın arxasındadır. Başın arxasındadır. Yox. Prosta belə vursan. Ne oldu qoca öldürdün mü? Niye tüstü duman etti buraları? Aydaki tekerimi de kırdı, ben ne diyeyim bunu? Ne de o yandaki? Help. Oho. O görmedi ama yine de. Qaqaş birliği özdə hardadır. Şey yad nədir? Güllələr. Normalda 2 dənə, 3 dənə güllə qabağdadır. Vize. Mini red. Mən ona elə deyirəm, mini red. Röbetidir. Bu anlıkta nedir araba? Nedir ki bunlar? Bu çağırma yanı. Arkaya çəkildə nə gözləyirsən? Oyda, bu elə arkaya çəkilənə qədər 2030-cu ilə gələrəm mən. Oyda. Jack-Chick'in özdə bu X13-cü səviyyədə nə işi var? Oyda, tüz sinir oldum mən. Qılış denən, Jack-Chick'in oraya necə salmışam və niyə salmışam? Bir. İkincisi, mən deyirəm arkaya çəkil, belə eləyirəm ha özdə. Gör ki, arkaya çəkil.
KPZ hər şeyi məhv eləyə bilər bu dəqiqə. Divanın yanında dayanmışam. Markus işini əlləsin də biz zəhmət. Nədə bu? Bildim nədir. Bildik. KPZ mən deyəcəm. Bu tank var mı? Yoxdur. Sən də zəhmət. Qaqaş necə? Gülləsi gec dolu. Всё, puşqası da getdi. Ben istəyirəm. Bayı rəhmətli. Bu necə orada qalır? Bedava tank kill. Affirmative. Ayda bu var idi. Amma heç olma yaxşı. O da kartondu. Mənim açdığım Arieta PC o da kartondu. Amma nə bileyim. Ay. Deməli. Getməli idi, oynaya bilmədim. Qaqaş, yanımdasan. Dostlar, bağışlayın o biri turu çəkəməyəcəm uje. Saat 11'dir. Ya, çəkəməyəcəm məcbur. Amma 5 dəqiqəlik olmasa məlumat verərəm. ...11 diye sadece ben bu hafta çekirim. Neyse. 29.000 gümüş. Bir tanesi de tamamlanır. Qaqaş indi versən mənə. Bunu əvvəlcədən verməliydin mənə. Yəni indi verməli deyildin. Yaxşı, bir dənə bu reklama bax. Heç dostlar elədim. Ki elə belə 100 bilet açım indi. Nə bilim, açdım ya. Dava orman koruyucusu. Yox, vermədi. Verəm deyil aslında. Heç. Arieta pesonu aldım oşu. Mən özdə əgər deyirdim ki, əgər qırmızı qutu düşsə, mənə Puma verməsinlər. Çünki Puma çox pis tankdır. Nədir karton? Nədir? Ditsəm də o elə eləyənə qədər Arieta Pesoju. Neyse, heç bu qədər. 13 gün var, tank da açdım heç. Var rahat. Yəni məlumat verəcəydim. Getdiyi məlumat. Bir dəqiqə gedirəm, faiz neçədir? 19 əla yaxşıdır. Alaram. Qurmuşam. Deməli, Puma birinci VGTF milyard dənə hərf. VGTF-dən danışacağım. Puma VGTF sadə bir Nemes, yəni Alman tankıdır. Sadə Puma'dan fərqi bir dənə odur ki, başına 4 ədəd Spike LR2 raketi əlavə edilib və bu raketlərin bu raketlər 900 mm qırır və fünya hassasiyyəti 0,1'dir. Və Puma 120 mm qırır və halbuki özü uçaq savar olmasına baxmayaraq və gördüyünüz kimi 120 mm qırır. Və burnu isə tam bir karton. Panzer 4C belə vursa partlayacaq. Arieta PC o. Sadə bir deməli İtaliya tankıdır. İlk DM53 məncə istifadə edən tankdır. Və yanında qoyduqları
Yanında qoyduqları bu şeylər isə gördüyünüz kimi partlayıcı raketlərə görə qorumaq üçündür. Partlayıcı raket bura dəyərsə, tutaq ki, indi bura dəydi. Tank özünün elə bil iç dışı hasar almayacaq da, elə bil. Yəni xaricidən ala bilər. Yəni məsələn bunu itirə bilər. Amma daxilidə heç nə itirmir. Yəni normalda. Və 620 millimetr qırır. 500 metr məsafədə isə 610 millimetr qırır. Bunların heç bir fərqi yoxdur. Prosto premium alanda sizə bir dənə nə deyim, kamuflaja edilir və tam yəni tam səviyyə, yəni hədiyyə edilir. Məsələn, mənim kimi STRV 103 açdım seni. Onun kimi ödəmirsiniz də, yəni 100 gold, 100 gold. Belə ödəmirsiniz. Məncə siz bir dənə baxın da 1700 golda sizə 4 dənə 3-cü tier tank və Arieta PSO düşür. Qəbul eləməzdiniz. Və kişi kimi deyin də, qəbul eləyərdiniz də. Kimi qəbul eləmərdi? 1500 goldum var idi. Yəni getdim. Bu nədir? Aha, bir dənə də. Bam, bam. Bam, olmadı. Tərbiyəsiz. Bir dəqiqə. Hə, çox lazımdır hələ. Buna çox lazımdır. Heç bu qədər. Yəni bunu atın. Yəni şansınız çox yüksək ola bilər. Məsələn, ilk mənə düşən tank Jack Panzer 4-dür. Necə düşdü də indi inanmıram. Və KV 756 eri mən özüm aldım. Düzünü deyim, yəni yığdım aldım. Matildanı isə mən şey elədim. Elə bil bu boksdan düşürtdüm. Və bunu da boksdan düşürtdüm mən. Bu məndə var idi ki, şeydə elə bil mən o vaxtlarda elə bil hələ ki, yəni belə şey gəlməyəndə də elə bil belə nə bilim belə ip xəttlər belə zad gəlməyəndə mən də KV2 açmışdım da, düzün deyim də almışdım da. O vaxtlar hələ KV2 1050 gold idi. 1050 gold. Yığdım da, açdım da, aldım da. Hələ də istifadə edirəm. Ya arada bir istifadə edirəm. Bu arada mouse'un lotariyasından da bu çıxmışdı. Yəni necə çıxdı, niyə çıxdı bilmədim. Bunu da almışdım, bunu da çıxartdım. İndi baxın, stiker yapışdırmışam. T30'dur deyə STZ. Bilmirəm, heç nə fərq yoxdur. Prosto T30'dur. 1942 ondan daha yaxşıdır, özüm deyim. В общем, sağ olun. Mən doğru gedirəm. Biraz deyəsən ya televizora baxacağam. Saat 11 23 10 olubdu. Ya 5-10 dəqiqə mən 15 dəqiqə, 20 dəqiqə ya televizora baxacağam. Ya da elə anam çağıranda o dəqiqə gedib yəni yatacağam. Çünki belə yorğunam. Çünki məktəbdən gəlmişəm, həm də hazırlıq. Belə yəni amma çox əla setdizlik də. Yəni Jack Panzer 4 KWIC 756 R
Sonra bu var idi məndə. Ondan sonra nə var idi bir dənə də? Hə, RBT 5. Hə, Matilda. Qəribədir, nə? Hə, bu bilirsiniz bu nə idi? Bu ilk pirat rejimi gələndə biz bunları almışdıq. İlk, yəni pirat rejimi gələndə. Qutu açırdıq ki, в общем, RBT 5 düşsün, RBT 5 düşsün. Amma yəni düşmədi. Çünki 30 dənə idi. Bilmədim də elə bir, amma yəni o vaxtlar da indi öz telefonumdur mənim. Yəni özümünkindən çəkirəm. Yəni mənim telefonum deyil idi də elə bil. Anam hələ o vaxtı təzə telefon almamışdı. Ona görə də anam da çox vaxt işdə olduğuna görə mən də çox vaxt oynayamırdım. Ona görə də alamırdım. Məsələn, Centurion Mark 5 idi. Amma Avre deyil idi də elə bil. Bildiniz mən nə demək istəyirəm. STRB RB52-ni yəqin ki bilərsiniz də indi. Baxın, ad eyni budur adı. Aha. Ha dedi buna oxşar bir şey idi. STRB RB57. 52 idi, 57 idi, bilmədim. 50 neçə idi. Başında baxın. Buralarında roket olurdu. Onun üçün roket olurdu. Ayda bunu da almışam hemen. İndi yadıma düşdü. XM1 Chrysler. Yəni XM1 bildiyiniz şeydir. Yəni əvvəlki M1 Abrams, elə deyə bilərəm. В общем, sağ olun. Mən getdim ya televizora baxmağa, yatmağa. İkonik çıxış səhnəmizi də eləyək. Dəqiqə.